Gördüğünüz kimi Rəşid İsmailov 8 ünvanında hal-hazırda yaşayış binasının arxasını zəbt eləyərək yaşayış obyektinin tikintisinə təməlli atılıbdır. Ağaçların dibləri boşaldılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də nümayəndə dəvət eləmişik. Məsələ ilə bağlı hal-hazırda araşdırma aparırlar. Gördüğünüz kimi tikinti təməlli olaraq beton tökülməsi üçün faktiki olaraq almaturlanır. Bu mənzilin sahibi deyil. Kardeş, burada ne iş görürsünüz? Burada ne iş görürsünüz? Ha? Niye ya? Bu arazini niye böyle almatırıyorsunuz? Siz baktınız mı? Ne düşünüyorsunuz? Düşünürüz. Yardım ediyor. Evin remont eləmişik. İnanmıyorum. Nəmişliyə görə bura qədər ağacın dibini betonlu yaptırır. Ağacın dibini betonlu. Barış olmaz axı, ağacın dibinə beton vermək olmaz. Ne olur söylüyor? Ağacın qurumasına O kəsiləcək olar. Bardır olacaq olar. O kəsiləcək olar. O düzəlir. olmaz axı, ekoloji baxımdan zərərdir ağaca. Olmaz axı. Mən yaxşı bilirəm. Mən deyirəm sənə bardır olacaq. Sən deyirsən mən sənə deyirəm. Ben bilmiyorum. Bu geri düzəltmək üçün hardan siz almışsınız ki, buranı belə mən betonluyam deyirsiniz? Bax, mən jurnalistəm. Gəlmişsən, gəlmir. Göstər səni bir görməli jurnalistsən. Mən jurnalist olmasam kamera alında gəzmək. Yoxsa kameram yox. Mən nə bilim, nə turist. Bakın Üstad xəbər portalı. Nə bilim deyəndə bu qaldırma lazım deyil. Su verməklə bağlıdır bu. Gördüğünüz bu ərazidə faktiki olaraq ağaçların dibi artıq almatırla toxunub. Bura beton verəcəyini deyir ki, bu sevinə nəmişlik verməsindən bağlı bu qədər binanın təməlində getmir də. Ancaq bunun evində nəmişlik var.